Azərbaycan hökuməti xüsusən də 2026-cı illə bağlı, xüsusən dövlət büdcəsi demək təsdiqlənəndə orada insanımızın rifahı naminə atılacaq addımlarda bir qədər daha belə deyək, təmkinlilik göstərdi, daha beləsi uğurlu ifadə tapa bilmirəm. Yəni bu məsələdə səxavət nümayiş etdirmədi. Xərclər çoxaldı, ödənişlər çoxaldı, vergilər çoxaldı, cərimələr çoxaldı və s. Niyə xalqın rifahı naminə addımlar atmaq lazım? Onda bu qədər səxavətli davrana bilmirik. Sualı da var Beytullah bəyin şərhində məsələn. Sevinç xanım, əvvəla onu söyleyeyim ki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı və təhlükəsizlik məsələləri prioritet etdi. Bundan savayı bizim konstitusiyamızın 12-ci maddəsinə baxsanız, orada aydın şəkildə yazılıb ki, dövlətin ali məqsədi öz vətəndaşlarına ləyaqətli həyat səviyyəsini təmin edilməsidir. Bu konstitusiyon bir hüquq kimi də təsbitini tapıb. İndi gəlin bu dediyimiz məsələlərə, elə bizim haqqında bəhs etdiyimiz, sizin biraz səxavətsiz kimi təqdim etdiyiniz büdcə fonunda qiymətləndirək. Bizim 2026-cı ildə əlimizdə xərcləməyə vəsaitimiz 41 milyard 700 milyondur. Yəni, təxminən yuvarlaq 42 milyard pulumuz var ki, 2026-cı ildə xərcləyək. Bunun sizin səxavətsiz kimi dediyiniz büdcəmizdən 41%-i sosial yönümlüdür. Yəni 17 milyardır. 42 milyardın 17 milyardı getdi sosial istiqamətə. Maaşlar da ora daxildir, amma nəzərə alaq. Dünyada elə bu praktika var. Yəni, maaşı sosial ödəniş kimi desək, bir qədər ədalətsiz eləmərik mi? Bu bizim kəşfimiz deyil. Çünki insanlar işləyib maaş alırlar, deyil mi? Bu büdcədə bu yanaşma bizim kəşfimiz deyil. Ondan savayı təhlükəsizlik məsələləri. İnsanın mədəsi tox ola bilər, amma o həyata çıxmaya, küçəyə çıxmağı onun həyatı üçün təhlükə ola bilər və yaxud da ki, ölkəyə hücum ola bilər. Bu nöqteyi nəzərdən bizim büdcəmizdə deməli, hərbi büdcə gəlib çatdı 8,7 milyard manata. Yəni biz bu dəfə 318 milyon manat əlavə etdik ki, biz daha güclü, hərbi baxımdan daha güclü olaq. Və cənab prezidentin də qeyd etdiyi kimi, Donald Trump'ın son addımlarında gördüyümüz kimi, bu günləri beynəlxalq hüquq haqqında vaxtilə deyirdik ki, o ayaqlar altında tapdalanır, beynəlxalq hüquq yox, beynəlxalq tapdalanır və s. Amma bugün isə deyirik ki, daha beynəlxalq hüquq deyilən məsələ yoxdur. Güc faktorudur, bu hər kəsə bəllidir. Və biz güclənməliyik və bizim büdcəmizdən 22% ayrıldı hərbi istiqamətə. 41 sosial, 22 hərbi, 63 düzdür. Qarabağ və Şərqi Zəngəzurda bizim üçün həyati əhəmiyyətli məsələlərdir. Orada büdcəmizin 8,4%, yəni 3,5 milyard manatdır. Yəni onu da gəlsəm 71%, yəni 71% Azərbaycan vətəndaşının sosial rifahı, təhlükəsizliyi, həm də onun üçün həyati əhəmiyyətli Qarabağın bərpası istiqaməti. 29% qalır digər məsələlərə. O ki qaldı bu sülh şurasına bağlı dediklərimizə. Əvvəla Sevinç xanım, burada incə bir məqam var. BMT-ni mən keçən dəfə dediyim kimi 51 dövlət təmsil etmişdi. Təsisçilər onlar idi. Onlar sanki ağ fiqurla oynayırlar. Amma bugün 193 üzvü var. Yəni 51 bir şeydir, 193 üzvü indi olmaq başqa bir şeydir. Biz təsisçiyik. Yəni 20 dövlət bu deməli Davosda təsisçiliklə bağlı nizamnamə imza atdı. İndi bundan sonra kimlər üzv olacaq? Onlar təsisçi, onlar üzvlərdir. Təsisçilik bir başqa statusdur. Biz sanki beynəlxalq siyasəti bu nöqteyi nəzərdən ağ fiqurlarla oynayırıq. Cənab Ərdoğanın məşhur bir ifadəsi var idi, yadınızdadır. 5-dən böyük dünya, 5-dən böyük olur elə. Doğru. Yəni ən azı 20 təsir, mən siz gətirmək sonlara bu günləri Ərdoğanın dedikləri olur. Dünya 5-dən böyük olur. Vaxtilə, yəni bu gün də hələkələrdir, amma gedişat göstərir ki, bu BMT-nin alternatifi. Böyük Britaniya, Fransa, tutaq ki, orada veto hüququndan istifadə edir, Rusiya ondan veto hüququndan istifadə edirdi və s. Düzdür, Rusiya da dəvət alıb, yeri gəlmişkən bu təşkilata. Və bunu da biz başa düşürük. Çünki cənab Ərdoğanın beynəlxalq təhlükəsizliyin arxitekturasında yeni yanaşması var. Onun fikrincə, dünyada dünyanın taleyini 5 dövlətin həlledici söz sahibi olmalıdır. Dünyanın taleyi ilə bağlı qərarların qəbulunu. Bu ABŞ-dır, bu Çindir, bu Rusiyadır, bu Yaponiyadır və Hindistandır. Bu Trump'ın yanaşmasıdır. Yəni reallıq budur. Və eyni zamanda indi hörmətli Pənah bəy söylədi, bu Hakan Fidan, Türkiyə Xarici İşlər Nazirliyinə bağlı Sülh Şurasının Sevinç xanım bir də tərkibində var icra edici şura. Yəni tam icra funksiyasını o həyata keçirir. Bu da daxildir, Trump'ın özü, sədr kimi daxildir. Uitkov da daxildir. Sonra o kürəkəndi Gerald Kushner daxildir və bir neçə onlardan biri də icraçı qurumda Hakan Fidandır. Bu Türkiyə prezidentinə olan Trump'ın yüksək münasibətinin ifadəsidir.
Ona görə də bizim hörmətli izləyənlər qətiyyən narahat olmasınlar. Bu günlər bizim tanıdığımız dünya ki var idi, beynəlxalq münasibət sistemi, o ölüb gedir. Yenisi yaranır və yenisi yaranarkən kənar müşahidəçi statusunda qalsan, kənardan baxsan, bu oyunun içində olmasan, sən onsuz da oyuna çəkəcəklər. Oyuna çəkəndə 10-cu, 100-cü, 150-ci yerdə yoxsa gir, yoxsa təsisçi kimi gir. Bu başqa-başqa şeylərdir.